أليس الله بكاف عبدا. Bismillahirrahmanirrahim. Ve bihi nesta'in. Ve salatu ala rasulihil emin. Emma ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Əziz və dəyərli müsəlmanlar, tərk olunmuş vaciblər dərsləri silsiləsindən İslamda miras hüququ dərsimizin 3-cü hissəsindən başlayırıq. Keçən dərsdə qeyd etdiyimiz kimi, varisin mirasdan pay alması üçün bəzi şərtləri qeyd elədik. Bu dərsimizdə murisin varislərinə verəcəyi malın ilk öncə hansı şəkildə təqsim olunacağını qeyd edəcəyik. Murisin malının bölünməsi ilk öncə varislərə verilməmişdən qabaq, murisin haqqı olan işlərdə təsarruf olunur. Varislərə miras bölünmədən öncə murisin malından istifadə olunacaq yerlər aşağıdakılardır. 1. Cənazə xərcləri. Vəfat edən şəxsin yuyulma, kəfənlənmə, dəfn olunma kimi xərcləri murisin, yəni vəfat edən şəxsin malından ödənilir. Əgər ölənin bu xərcləri ödəyəcək malı yoxdursa, bu zaman bu xərclər varisləri tərəfindən ödənilir. Yəni, varislər murisdən mal aldıqları kimi, yeri gəldikdə mallarından muris içində xərcləməlidirlər. Şəriətə müxalif olan xərclərin ödənişləri icazəli deyil. Məsələn, bahalı başdaşı, yeyib içmək məclisləri kimi məclislərin təşkili üçün murisin malından xərclənə bilməz. 2. Murisin ilk öncə borcları ödənilir. Borclar İslam şəriətinə görə 2 hissəyə ayrılır. 1. Allah borcları, Allahın borcu. 2. Qul borcları, yəni qulun borcu. İslam fəqihləri deyiblər ki, qulun üzərində qalan nəzir, zəkat, həc kimi borclar Allah borcu adlanır. Qul borclarına gəldikdə, vəfat edən şəxsin borcların hər hansı bir növündən, istər kredit, istər zaminlik, istərcə də el arasında əl borcu kimi dediyimiz borclar qul borcları adlanır. İslam fəqihləri hansı borcun ilk öncə ödəniləcəyində ixtilaf ediblər. Cümhurun rəyinə görə, yəni həmbəllər, şafilər və maliklərə görə ilk öncə qul borcu ödənilir. Çünki qulların haqqı məhfuzdur, qorunandır. Allah Əzzə və Cəllə isə öz haqqını dilədiyinə bağışlayandır. Hənəfi fəqihlərinə görə isə ilk öncə Allahın borcu olan qulun, yəni vəfat edən şəxsin zimmətində Allahın borcu qalıbsa, o ödənilməlidir. Cümhurun rəyinə görə bir insan vəfat edib, məsələn, onun yerdə 1000 manat mirası qalıb. 700 manat qul borclarınadır, 500 manat Allah borcu dediyimiz zəkatdan borcu qalıb. 700 manatın hamısı tamamiliklə qul borcu ödənilir. Yerdə qalan pul, yəni 300 manat Allah borcundan ödənilir. Bu şəkildə təqsimata gediblər və deyiblər ki, qulların borcu ödənilməkdə daha haqlı olan borcdur. 3. Murisin əgər varislərindən başqasına etdiyi vəsiyyət varsa, bu vəsiyyət yerinə yetirilir. Keçən dərsdə qeyd etdiyimiz kimi, bu vəsiyyət də 2 şərt çərçivəsindədir. 1. Muris varislərdən qeyrisinə vəsiyyət edə bilər. Varislərinə vəsiyyət edə bilməz. Amma uzaq qohumları olsun, dostları olsun, xeyriyyə təşkilatları olsun, fərq etmir. Bunların hər birinə vəsiyyət edə bilər. Əgər murisin bu tipli bir vəsiyyəti varsa, 2-ci şərt dövrəyə girir. O hansı şərtdir? Muris öz malının 1/3-dən artığını miras verə bilməz. Misal olaraq, murisin 3000 manat malı var, onun yalnız 1000 manatını
vəsiyyət edə bilər. Bu vəsiyyət ödəndikdən sonra yerdə qalan mal mahfuz hissə adlanır və bu hissə qorunur. Bu ancaq varislərin haqqıdır. Heç kəsin bu hissəyə toxunmaq kimi bir haqqı yoxdur. Hətta varislərin bir-birinin belə bu paya müdaxilə etmək haqqı yoxdur. Əziz müsəlmanlar, günümüzdə miras məsələlərində edilən yanlışlıqlardan biri də ata vəfat etdikdən sonra ana sağdırsa miras bölünməz deyə bir düşüncə var. Bu, İslam şəriətindəki miras hüququnun ziddinədir. Şəriət hər bir halda vəfat edən şəxsin ardınca buraxdığı bir miras mal varsa, vəfat edən şəxs torpağa tapşırıldıqdan sonra, İslam şəriətində təziyyə dediyimiz məclis bitdikdən sonra hər bir varisin haqqı özünə verilməlidir. Şərt, əgər varislərdən kimsə malını istəyərsə anında, əgər miras evdirsə, varislərdən də biri o evə talibdirsə, o ev satışa çıxarılır və o varisin payı ödənilir. Hər bir kəs mirasdan nə alacağını dəqiq bilməlidir. Bundan sonra, burasına diqqətlə qulaq asaq, dinləyək. Bundan sonra varislərdən hər hansı biri ona düşən miras payından fərağat edə bilər. Buna gələcək dərslərimizdə toxunacaq. Lakin ilk öncə hər bir kəs mirasdan nə alacağını bilməlidir. Xüsusən də varislərin içərisində hədd-i-buluğa çatmayan uşaq varsa, bu yetimin malını yemə kimi böyük günaha səbəb ola bilər. Bu cür yanlışları ortadan qaldırmaq üçün malın hər bir varisə düşən hissəsini təyin edib vermək lazımdır. Əziz müsəlmanlar, mirasdakı payın gecikdirilməsi bir müddət sonra haqların bir-birinə qarışmasına və bu malın daha da çətin bölünməsinə səbəb olur. İnsan mirasdan nəyə sahib olacağına, ona nə çatdığını bildikdən sonra bu mirasdan ya anasının xeyrinə, ya qardaşının və yaxud da digər ailə üzvlərinin birinin xeyrinə geriyə çəkilib fərağat edə bilər. Lakin bu vaxta qədər onun mirasdan nəyə sahib olduğunu bilmək lazımdır. Unutmayaq, varislərin varisləri var. Varisin özü vəfat etdikdən sonra onun varisləri həmin mal üzərində həmin o haqqa sahib olurlar və bir müddətdən sonra bu sonuzda yanlışlara, hətta cinayətə belə səbəb olan amillərdən birinə çevrilir. Əziz qardaşlar, miras dərsləri ən ağır dərslərdən biri olduğundan dolayı çalışdığımız qədərlə bu dərsləri qısa və faydalı etməyə çalışırıq. Doğru Allahdan, yanlış məndən və şeytandandır. Allah hər birinizdən razı olsun. Əleyhissallahu bikafin abdən